Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Yenə də ferma çəkilişindəyik. Bu günlərim Rəhman qardaşımızın ferması var. Xeyirlisi. Alanda satan. 85 hektardır sənətdə, Sənətlə, eləmi? bəli, amma yer özü 120 hektardır. Kanal yanımızda, bir kanalı da çək qardaş. Kanalı da göstərərik. Baxın, gördüyünüz bu ərazilərin hamısı Rəhman qardaşımızınkidir. Şor kanal çəkilib, yonca sahəsi var 8 hektar. Bax, orada görçənən ağac var, ha, bax, ora qədər. Oradan da ki, düz dirəşir axıra. Birisi tərəfədir. Hə. Sənətlə 85 hektardır. Bəli. Bax, da gördüyünüz hamamıdır, həyək yolusudur. Bu da yoludur. Kənddən 4 kilometr aralıdır. Kilometr. Nazırlıdan 4 kilometr aralıdır. Bərdənin Nazırlı kəndi. Bax, bu da kanal. Su pastiyanlıdır da burada. Su pastiyanlıdır. İki yerdən də bizim sahəyə su çıxışı var. İki yerdən də su. Dərin kanaldır, bu da beton kanaldır. 6 hektar ərazidə əkin üçündür. Eləmi? Yox, yonca 8 hektar. Yonca 8 hektardır. Hə. Ondan əlavə arpa yeri var, harca bir 17 hektar arpa yeridir. Arpanı bu il əkmədim. Bu il yoxdur əkin, eləmi? Hə, yoncanı əkdim, arpa, yəni yonca biçilir, arpa əkməmişik. Bu meyvə ağacları. Birinci üz yonca biçilib, 1350. Bəli. 1350 dənə büküm, yəni bağ, pres deyirik biz ona. Hə. Bax, bu da yaşayış yerləridir. 2 dənədir, ayrı-ayrı girişi olan. Hər birində seyvanı var. Seyvanı var, su yeri var, hamısı var. Sadəcə olaraq içməli sudur. Eləmi burada biraz suyu çətinlik var? Yemək üçün kənddən gətiririk yaxındır. Ancaq ki belə o suyu içmək də olur. Heç bir duzluluğu zadda yoxdur. Kanala yaxındır deyə. Aha. Çox qəşəng suyu da var. Bu bağ hissəsidir. Bu ağacları özüm salmışam. 30 dənə meyvə ağacıdır. Alma, armud, gilaslar, göyçə alçası. Yəqin ki, bu il üstündə olar, eləmi? Alçanın üstündə var. Hə, alçada var, gəvallarda var, narda var, badam ağaclarında var, ərikdə var. Gözəl. Şaftalıda var. Bu hamam. Qazma. Hamamdır, tümlükqası da var. Bəli. Qaz balonunun adı. Duşu da var bu belə. Hə, bax, bura firmamızın həyək yolusudur, hamamıdır. Daimi suyu var. Qaz balonu ilə pitminutka qoşulubdur. Burada da bax, firmamızın yaşayış yeridir. Su da var. Su. İşıq yandısa pastiyanın suyu var. İşıqdakı gəlir də, daimi işığımız da var. İşıq da daimidir. Bu tərəfi çək. Seyvandır bura. Eləmi? Hə, seyvan. Bu gördüklərimizin hamısını verəsiniz, eləmi? Bəli, hər şey üstündə verilir. Paltaryuyan maşını, pişikləri. Bura mətbəx gedir. Hə. Həm seyvandır, həm də mətbəxdir. Suyumuz var. İsti su ancaq burada yox, deyilmi? İsti su ancaq hamamda. Pimutka qoysaq burada da olar. Bəli. Paltaryuyan da var. Siemens paltaryuyan. Seyf qapısı. Seyf qapısı. Gəl. Keçək içəri. Bu ev, yeri, göyü, plastik pəncərələri. 40 santıdır divarın eni. Eləmi? Hə, kərpic barıdır. Sement sıvağı vurulub. Hər iki üzünə sement sıvağı vurulub. 40 santıdır. Sərinliyi var evin. Burada peç də var. Televizor da verəcəyik. Hər şey. Heç nə götürmürük. Hamısını veririk. 2 dənə də yatmaq üçün kravatdır. İkisi buradadır. İkisi də o birisi. Eyni belə bir otaq o birisi tərəfdədir. Ola bilsin o birisi tərəfi göstərə bilmədi. Orada yaşayış gedir. Hazır eləmi? Bəli, orada qadın var. Yəni eyni formadır. Eyni formadır. Bura necədirsə əks girişidir. Hə, bunu o birisi tərəf. Bu da əks tərəfdir. Seyvan hissəsidir. Bura bağlanıbdır. Hə, bura bağlanıb. Burası bağlı olub. Milçək zad girməsin deyə. Hə, burada yəni işçilər qalır içəridə.
Ona görə içəri hissəsini göstərə bilmirik. Burada da yenə mətbəxi var, addelini. Bəli, qaz peçi zadı Qaz hər peçi şey. də var, hə. İşığı da ki bunun qanuni çəkilib, rubelniklərinə çəkilib. Daha elə belə nətər Tok gəldi sistemi yox. Tok sistemi. Hə, Bura əldamıdır, un zad qoyan yer. ehtiyat ambar deyək, Hə, eləmi? bəli, bəli. Sonra Ölçülərini bilmirsiniz? bu hardasa 5-in 4-dədir. Aha. 5-in 4-də. Burada 2 dənə küzdür. Bu qarğı ilə düzəlmiş. bir Qarğı ilə, şeydir. hə. Yeri taxtadır birinin. 15 metr biridir. O birisi tərəfdə də 13 metrə. Yağış yağanda içəri su dolu. Xeyr, xeyr, heç bir su zad dolmağı. Yəni qarğının arasında nəsə varmı? Eləsini demək istəyirəm. qarğının arasına Üstündə. hə, üstünə klonka qoyub ot verirlər də. Yağış keçməsin deyə. Hə. İndi də hə görsənir klonkadan olsun ki, zəifliyibdir. Hə. Hər tərəfi. Yox, küz hələ belə olur olmağına. Bu o birisi tərəf. İkincisi də var, 2 dənədirlər. 2 dənə. Möt də var hətta burada bir dənə. Möt yaxşı, yaxşı, ağır, yaxşı. Çöl tərəfdə də biri var, onu da indi yaxından çəkəcək. O üstü Hə. bağlı çardaqdır. De bu tövləni buran çək. Ha, burada yay üçündür. Hə, bura kalotlardır. İnək də olar da bura. İnək üçün, də olar, hə. Keçmək olur bura yaxına. Hə, keçək. Qapısını açaq. Hə. Bunu davam eləməkmi olar, yoxsa elə bu formada? İstəsə üstün bağlamaq olar. Oxlar var. Oxların kənarına taxta da vurublar. İnək də bağlaya bilərsiniz. Qoyun da. Hə, su kalotların içində su çıxacaq yeri də var. Hə, Yeri- su gəlir bura. Hə, Kalotların içərisinə su buraxmaq oldu yəni. su buraxmaq olur, hə. Yeri betondur, klonla. Altında beton Hə. var. Prosto Bu- peynlənib deyə. Hə, buranı çək. Burada betondur. Burada içərisi. Hə, 40-lıq barıdır. 20-nin 10-a bağlı yerdir, 20-nin 10-a yay yeri, çölü. Burada da yarıya qədər qoşa kubiklə tikilib, yardan sonra tumbalar qoyulub pəncərələrin kənarlarına. Hə. Üstüdəki şiferdir. Bu formadadır üstü. Dəmirdən dirəklər. Göstərək də bu formada. O tərəfdən də böyükdür. Traktor texnika da girə bilər, olsun alçaq olsa, balaca var. O orta hissəsindən də havalandırma yeri qoyublar. Hə, hə. Yaxşıdır bu da qəşəng. Sadəcə olaraq burada oxur yoxdur. Eləmi? Hə. O hissədə Oxur balaca bu var. çöldədir. Quzular üçün deyilmi? Orada O, balaca o, var. o hə, quzular üçündür o yer. Buradan da digər ambardır. Eləmi oradakı? Hə, o ambar arpa taxıl yığmaq üçündür. böyük ambardır. Böyük ambar 17 metr uzundur, 5 içidir. Şöyle görün şu formada. Bu da Bu ambarın taxıl içərisi. ambarıdır. 40-lıq barıdır, kərpic, sərin olsun deyə sement suvağı vurulub. Yeri betondur, nəmişliyi yox. Üstü pataloku fanerkadır. Hava çıxmaq üçün yerlər, pəncərələr setkalı. İki tərəfdən də ki qapı var, giriş var. Bura üst-üstə yığılanda 100 ton arpa tutur. Buradan da hava yerləri. Hava yerləri, 4 dənə hava yeri var. Aha, həm kənarlardan var. Həm də kənarlardan, həm oradan. 40 sm enindədir bu da. Bəli, bəli. Kərpiç dama içərisində. Kərpicdir, ancaq sement suvağı vurulub. İçi də çöldə. Sərin olur. Kərpic bit salmır taxıla, arpaya. Hə, baxın. Buradan da ambarımızın arxa hissəsi. Hə. Bu da kubik. Suyumuz gəlir hətta buradan. Hə, kubik bura qoyulub Alt ki, hissəsindən kubik. nəmişli zad çəkməsin deyə. Binövrə var da yəqin. Hə, əlbəttə ki, qazılıb. Arxa qapısıdır bu. Bəli, bu ambarındakı arxa tərəfi. Yəni ambar fermamızdan bu qədər aralı deyil. Bir o qədər də aralısı yoxdur da yəni.
Yük maşınları bura sərbəst girib çıxa bilir. Bəli, bəli, sahəyə gəlir. Maşallah, malqara içindəki həmişə də su var. İstəsən suvarma suyu da var. Kanaldan gələn sudur. Bəli. Bunlar otlaq sahələrdir, eləmi? Hə. Keçi, qoyun, quzu, camış, nə istəsən Hə, hə, bəli, saxlamaq olar. bəli. Bu da sahədən çıxan ot. Tayya vurub qardaşımız 1350 prest. İndi onu da yaxınlığına getməyə çalışacaq. Buradakı nədir? Bax bu da. O hələ belə köhnə yerdir, onun üstünü açmışıq. Hə, bağlı idi əvvəl. Hə, yanları setkası dağılıb, ancaq setkasını çəkib üstünü bağlamaq olur. Ah. Hələ belə quruluqdur. Sonradan tikillər tikildi deyə ehtiyac qalmadı buna hələ ki. Hə, Bu da yay çardağıdır qoyunlar üçün. İstər yəqin mal da saxlamaq olar. Baxın, görünəndəki firmamızın tikilləridir. Bu da bayaq göstərdiyimiz ambardır. Təkrar çəkirəm, fərqli bir yerdən durub çəkirəm. Ağaçlığa qədərdir eləmi bizim yer? hə, hə. Deyib, ağaçlar görsənən əraziyə qədər bizim yerimizdir. Rəhman qardaşın dediyinə görə 100 hektara yaxındır, yəni. Yox, 100-dən çoxdur. 100-dən hətta çoxdur deyir, hə. Hə, 110-dur, 120-dir belə. Aha. Burada da söyüd ağaçlardır, yoxsa meyvədir? Yox, bunlar söyüd ağaclardır. Bunlardakı söyüd ağaçları. Yayda malların altına bağlı istirahət eləsin. Hə, qonşunun qoyunlarıdır, eləmi? Hə. Maşallah olsun, bərəkətli olsun. Hə, amin, amin. Deməli, bu yer setka 18-ün 12-yədir eni. 18-in 12-yə. Hə, Qoyunlar üçün nəzərdə tutub da, yəqin ki, mal üçün olsa gərək bağlamağa yer düzəldək. hə, yox, bu qoyunlar üçündür. Hə, Hə. çünki inəklər bir-birlərini vurar. İki hissəlidir hətta, eləmi? İki hissəlidir. Ortadan böl, quzuları ayrı, hə. İki hissəlidir. qoyunları ayrı. İşıq da gəlir bura. Hər yerin işığı var, eləmi? Hər yerin işığı var, hə. Bu yay çardağı. Üstü şiferdir, Hə, altı. Qoyunlar var da içəri dəqiq girə bilmirik. hə. Göstərə bilərəmmi görüm? Aha, görünür, bax belə. Sağlamdır məncə. Yox, təzə tikilib bu. Aha, bunlar hamısı birlikdə elə biləm neçə 3 il olar tikildiyi tikililərin. Yoxsa çoxdur? 3 ildir. 3 il müddətinə tikilənlərdir bunlar. İndi qardaşlarımız başqa işlə məşğul olacaq deyə bu işlərdən aralaşmaq istəyirlər. Bu da bizim ot tayası, pres bağları. Buradan yəni çıxan birinci üzün otudur. Hə, 8 hektardan çıxan. 8 hektardan çıxıb bax bu. Yonca sahəsində indi çəkəcəyim bax bu hissələrdə. Yonca Burası neçə sahəsi. hektardır? 4 yarım budur təzəsi. Aha. O birisi 3 yarım, 8 hektar. Orada da nəsə görürəm, nəsə var orada. Çaqqal mı yoxsa nəsə var orada? Harda gördün? Baxın orada da çaqqaldır yəqin ki. Çaqqalı da saxlayırıq, çaqqalı da satırıq. Yox, 10 pay veririk. O çaqqal paydı üstündə. Hə. Hey! Bax burada bizim yonca sahəmizin bir dənəsi. Hə. Təzə yoncadır. Çoxdular. Prosta hamısını sizə yəqin ki çatdırıb göstərə bilməyəcəyik. Hə. Sahə hamısı eynidir də yəqin ki, eləmi? Bəli, bəli, hamısı eynidir. Neçə ildir bura səpildiyi? Bura 1 ildir. Ötən il səpilib. Hə. Bu ikinci ildir yoxsa necə? Bu Hələ- ikinci ildir. İl biçin olan ikinci il biçindir. Hə, ötən ildə biçilib də. Bəli, yəni. bəli. Hələ sulanmayıb. Hələ sulamayıb, elə otu hələ dünən yığmışıq. Hə, təzə yığılıb. Heç yer təmizlənməyib, görsə qalıb. Gərək təmizlənsin sonra. Hə. Daha doğrusu biraz qalxmalıdır da. Hə, hə. Su dolmasın diblərini. Bir 15-20 sm qalxmalıdır.
Bunlar da bu hissələr də belə. Ərazi böyükdür. Hər yerini göstərə bilmirik. Onda gəlirsənsə tez gəzəyin ki. Əgər bir saat kimi gəlsənsə biz ancaq bir saat yarım azada ancaq girərik. Ha yaxşı oldu tamam. Baxın, o firmamızın ot tayası, orada da firmamızdır. Nə deyərək mənim? Bir ağaca belə bir